Herkese selamlar. YouTube kanalımın yepyeni bir videosuna hoş geldiniz. Bugün sizlerle birlikte son zəng vlog çəkirəm. Bugün artık 13 iyundur ve biz son zəngə hazırlaşacağıq. Ben de istedim ki bugünü hem vlogluyum ki xatirə kimi illər sonra da baxanda maraqlı olsun. Deməli hal-hazırda saat 7-yə qalıb və mən indi salona gedib saçımı ördürəcəm sadəcə və bantikimi taxacağam. Çünki özüm evdə nə qədər elədim, bantikimi düzgün bir şəkildə taxa bilmədim. Ona görə də salona gedirəm. Burada da belə bir çanta götürmüşəm. Bunun içində əsas şeylər var. Saat 8-də məktəbdə olmalıyam. Deyirəm birdən gecikib eləsəm əgər, yəni oradan hazırlaşım çıxım tez. Belə bu şəkildə. İndi gedək salona. Geldim. Salonda çok çekebilmedim. Böyle göstermiş size ünlüyü. Və 11 il gözlədiyimiz o gün gəlib çatdı. Artıq son zəngdir və məktəbi bitiririk. Videoda paylaşdığım bəzi kadrları videoqraf çəkibdi və onun kadrlarından da istifadə edərək bir vlog yaratmağa çalışdım sizlər üçün. Ümid edirəm videomu bəyənərsiniz. Məşhur dekorumuz. Əslində məncə mən gözümdə lap pisləşdirmişəm. Məncə o qədər də pis deyildi. Hər gün məktəbə gələndə biraz da olsa bəyəndim dekorumuzu. Biraz sadəcə bu zərləri daha bol vursaq daha yaxşı olardı məncə. Amma belə yenə də pis deyildi. Məncə yaxşı idi. Budur, məşqlərimizin ən çalışqan və enerjili. Hər anı bir ömrə hələ onda bu dünya. Burada bir şey haqqında danışmaq istəyirəm. Mən həqiqətən kameraya necə bir reaksiya verəcəyimi bilmirəm. Və fotoqrafın çəkdiyi bütün videoları o qədər ciddi düşmüşəm ki, yəni elə bir orada ya da çox bir ciddi bir problemlər həll olundu. Mən o qədər ciddi baxmışam ki hamıya. Beraber seyirli. Bunu döktü Ayhan'ı, yaşım kimin yayhanı. Rəqsin bütün xoreografiyasını özüm hazırlamışdım. Əslində əvvəlcə heç birimiz rəqs etməyəcəkdik, çünki düşündük ki, çatdıra bilməyəcəyik 3 günə, amma nə hikmətcə yəni çox yaxşı bir şəkildə çatdırdıq və deyərdim ki, digər siniflərdən heç cürə fərqlənmirdi. Hansı ki, digər siniflər özləri üçün müəllimlər tutmuşlar və hansısa bilinmiş bir rəqsin videosuna baxıb o şəkildə öyrənirdilər. Ancaq bizdə elə olmadı. Bütün rəqsin hərəkətlərini sıfırdan özümüz qurduq. Belə etməyimizə baxmayaraq və 3 gün vaxtımız olmağına baxmayaraq heç digər siniflərdən fərqlənmədik və çox gözəl rəqs elədik. Bütün insanlar tərəfindən, müəllimlər tərəfindən rəqsimiz çox bəyənildi. İndi mənə deyə bilərsiniz ki, bəs bu qız bu xoreografiyanı necə qurdu, bu hərəkətləri hardan bilir? Çünki mən uşaqlıqda tam olaraq 5 il rəqslə məşğul olmuşam, bir sıra tədbirlərdə iştirak etmişəm. Ona görə deyərdim ki, bəzi hərəkətlərdən məlumatım, xəbərim var və yəni onların necə olduğunu, düzgün şəkildə necə qurulduğunu bilirəm və onun üçün də öyrətmək həqiqətən mənim üçün çox rahat oldu. tərəfindən 200 plus nəticə göstərən hər bir şagirdlərə diplomlar təltif olundu və mən də bunlardan birinə layiq görüldüm. Daha
sonra zəngi çalan bəzi abituriyentlər var idi ki, onlardan biri də mən idim və burada həm mikrofon, həm də zəng ikisi də əlimə verildiyi üçün və ikisi o qədər ağır olduğu üçün bəzən deyərdim ki, zəngi çalmaq yadımdan çıxırdı, mikrofonu tak dəyirdi. Yəni çox qəribə idi həqiqətən. Nə olacaq? Son zəng başlamamışdan əvvəl sinif uşaqları ilə birlikdə həm xatirə qalması üçün və bizlər üçün maraqlı olması üçün bir sıra videolar çəkdik. Onlardan bəziləri də bunlardır. Son zəng artıq bitdi. Qurtardı. Ama bence qəşəng keçdi. Bir dənə pis şey o idi ki, hava çox istiydi. Mən sizinlə çəkilişimiz var, onu çəkib gedik. Еще бы. Son zəng videomuzda bu qədər. Ümid edirəm videomu bəyəndiniz. Əgər videomu bəyəndinizsə videoma like atmağı, yorumlarda şərh hissəsində rəylərinizi bildirmək və kanalıma abunə olmağı əsla yaddan çıxarmırsınız. Hələlik, sağ olun.